Değerli şagirdler, abituriyentler, izleyiciler, bu dersimizde Dılman için intikam hikayesinden bahsediyor. Əvvəlcə onu deyim ki, məsələn, belə zəif əsərləri yazıçılar necə yazır və bunları necə olur bizim orta məktəb dərsinə salırlar, heç cür anlaya bilmirəm. Bir vaxt Sovet dövrünün təbliğatı məqsədi ilə yazılan əsərlər var idi. İndi də bəzi yazıçılar belə düşünür ki, Qarabağ savaşı, düşmənə nifrət, vətənpərvərlik ruhunda əsərlər yazmaq lazımdır. Və bu əsərləri yazarkən belə bərbad əsərlər yazıldı. Əsərdə 3 obraz var. Xəzangül, Sərkis, Levon. Xəzangül baldırından 3 gün qabaq, hadisə baş verilməmişdən 3 gün qabaq həyətlərinə düşmüş mərmidən baldırından yaralmış, baldırının yarası qopub, elə qadın bir təhər sarıyıb, bağlayıb, yaralanmış bir qadındır. Ermənilər artıq kəndə hücum eləmək ərəfəsindədirlər və həmin günü məhz kəndə hücum edirlər, amma Xəzangül qaça bilmir və bu qadının südəmə bir körpəsi var. Əri Cahangirin adı çəkilir, o Gədəbəydə döyüşdədir. Demək, Xəzangül bir də onda ayılır ki, elə bir tüstüyü gəlir burnuna, elə bir nəsə ciddi problem var. Zaten bərk mərmi ateşinə tutulur kənd. Pəncərədən baxanda görür ki, bəli, hər yer yanır. Heç kəsin bunu yada salmaması onun içində birazca buruq durur, amma düşünür ki, görünür, elə bir vəziyyət yaranıb ki, hər öz başının hayında qalıb. Elə bu məqamda çöldə insan səsi gəlir və içəriyə 2 erməni daxil olur, saqqallı, yekəpər erməni daxil olur. Bunların biri yaşıl tay Sərkisdir, cavan tay Levondur və bu Levon Azərbaycanca danışmağı bilir. Levon Xəzangülü görəndə onu özünü bir qənimət hesab edir, amma yorğanın üstündən çəkəndə ayağının sarığını, yarasını görəndə başa düşür ki, bu qadın qaça bilmir. Əvvəlcə başlayırlar. O da qızıl axtarırlar. Qızıl axtarırlar, yəni niyyətləri soymaqdır, talamaqdır, qənimət əldə eləməkdir. Levon dediyim kimi Azərbaycan dilini bilir. Sərkis ona deyir ki, bəs sən soruş gələk qızıllar haradadır? Amma söhbət məqamda məlum olur ki, Xəzangülün qızılı yox, yəni Xəzangül o cür deyir. Hətta burada Levonun bir sözü var, deyir, müsəlman ola qızılı olmayan. Məsələn, deyək ki, bu ifadə normal bir ifadədir, bizim mentalımızı özündə əks elətdirən bir ifadədir. Yəni, bədii əsəri gözəl edən şey həyat hadisələrini, həyatı olduğu kimidir. Yəni, normalda, olduğu kimi, obrazlı şəkildə əks elətdirsə, bədii əsər olur. Xəzangül bu arada tüm təriflərdə bir cümlə də vermişəm. Ola bilər test tapşırıqlarından düşər, yəni adamın adını bilmək üçün Səfər kişinin 2 mərtəbəli mülkündə yandığını görür və belə düşünür ki, Xəzangül elə onu da burada diri-diri yandıracaqlar. Bəli, qızıl olmur, çox axtarırlar. Birdən bir köhnə kətilin deməli, sandığın üstündə kullanmış xalça parçası, palaz parçasını görürlər. Elə bilirlər, qıraqdan baxanda kətil kimi görünür. Yəni, üstündə oturulacaq bir taburetka kimi görülürdü. Amma diqqətlərini cəlb edir və bu sandığın bunun sandıq olduğunu bilirlər və Levon sandığın içindəkilərini tökür. Məlum olur ki, burada geyilməmiş paltarlar, qatı açılmamış parçalar falan var və bunlar Sərkis bunların hamısını torbalayıb aparır. Çöldə bunlar qənimət yığdıqları maşın var idi ora və Levon daha da buradan qızışır ki, mütləq ki, Xəzangülün qızılı var. Bura qədər hər şey normaldır. Yəni, düşmən qənimət əldə eləmək üçün elədiklərini, burada keçən diyaloglar hamısı normal. Amma əsərin sonluğu ki, yazıcı məsələni biraz da gərginləşdirmək istəyir. Heç qətiyyən məntiqə, ağla sığmayan bir epizod yaradır, bir hadisə yaradır. Nədir bu hadisə? Levon dirənir ki, xəncərini, bıçağını çıxarır, kəmərinə bağladığı bu ceyran dərisindən dəstəyinə ceyran dərisi çəkilmiş bıçağı çıxarır və deyir ki,
e, ya sen bu körpəni öldürəcəksin, ya qızılın yerini deyəcəksin. Bu hansı məntiqdir, bu hansı ağıldır, hansı ana öz balasını qızılım yoxdur deyib balasını öldürər. Bu hansı məntiqdir, bu yazısı nə cür belə bunu düşünə bilir, belə bir epizod qura bilir. Bu ən yaxşı variantı odur ki, yəni bıçağı Levon körpəyə diriyir deyə ya qızılın yerini deyirsən, ya bunu öldürür. Və ana orada məcbur qalıb, əgər həqiqətən qızılı varsa, görür ki, balası gedir, qızılın yerini deyər. Bu belə olur. Amma yoxsa, al sən bu uşağı öldür, ala bu xəncəri, bu bıçağı, ya bu uşağı öldür, mənə sübut elə ki, qızıl yox. Bir ana, qızılı olmasa da belə, uşağını öldürərək onu sübut eləyərmi? Sübut eləyə bilərmi? Bir ananın əli ona gələrmi? Bu nə cür süjet qurmaq? Bu nə cür əsər yazmaqdır? Belə bir əsəri nə cür orta məktəb dərsliyinə bizim dərslik müəllifləri sala bilirlər, mən heyrət edirəm. Bu əsər necə olur ki, əsərlər arasında ədəbiyyatımızda vətəndaşlıq hüququ qazana bilir? Bunun çox sadə, əgər bunun elə bir çətin yol yoxdur. Xəncəri, bıçağı nə cürsə, Levonun əlinə vermək, Xəzangülün əlinə vermək istəyirsənsə, Levonu nə cür, nə bilim, onun arxa qarşısında əyilməsini, kürəyinin onun gözünün qabağında qalması, bıçağı ona vurmaq imkanı yaranması. Çünki bizim bu Xəzangül yeriyə bilmir. Bu ancaq sürünə biləcək həddədir. Arada da uşağı götürüb qucağından tullayıb yerə. Yəni, başqa cür əsəri, necə deyərlər, vəziyyəti elə gətirmək olar ki, bıçaq hədəfinə gələr Levon. Amma yoxsa, ver yaxşı, mən onda uşağımı öldürürəm. Uşağımı öldürüb görəcəyəm ki, mən buradakı nitqə baxıram. Deyir ki, erməni tövrünü pozmadan üzünü sildi. Gördün ki, mən sənin hərəkətini necə qəbul elədim. İndi gərək sən də mənim hərəkətim qarşısında onun üzünə tüpürmüş olur. Gördün ki, mən sənin hərəkətini necə qəbul edim. İndi gərək sən də mənim hərəkətimin qarşısında belə sakit dura biləcəksən. Götür bıçağı. Xəzangül onun niyyətini əvvəlcədən başa düşmüşdü. Körpəsini öz əli ilə öldürmək istəyirdi. Buna görə də ona yalvarmadı, qürurunu pozmadı. Bıçağı əlinə alıb öz hökmünü verdi. Körpəni mənə ver. Mən əyinə bilmirəm. Erməni onun belə qətiyyətinə məəttəl qaldı. Qaşlarını çatıb diqqətlə ona baxdı. Niyə durmuşsan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. Nə bilim, bu nə cür diyaloqdur, bu nə cür nitqdir. Bir ana öz balasını öldürmək üçün sakit durmaq filan ifadələrə bax. Onu necə dünyaya gətirmişəm, eləcə də öldürəcəyəm. Levon uşağı götürmək üçün Xəzangülün ayaqlarına tərəf dartılarkən Xəzangülün qarşısında qəribə bir mənzərə açıldı. Erməni kürəyini Xəzangülün gözlərinə ani olaraq elə böyüyüb açıldı ki, Xəzangülün gözlərində ani olaraq elə böyüyüb açıldı ki, sanki geniş bir meydanda ürəyində Allahı köməyə səslədi və bir anı belə itirmədən bıçağı elə bir hardansa qüvvət almış əli ilə düşmənin kürəyini elə sancdı ki, erməni heyvan kimi bağırıb üzü üstə düşdü. Sonra bıçağı küləyindən çıxarmağa çox cəhd etsə də bacarmadı. Küləyindən qan fəvvarə vuruldu. Axırda üzü üstə düşüb hərəkətsiz qaldı. Bir də paltar o boyda qış vaxtı paltarın üstündən, qış da lap belə yazdı, paltarın üstündən qan fəvvarə vurmuş kürəkdən burasında deyim, xüsusilə bıçaq girmiş yerdən. Bıçaq çıxandan sonra qan fəvvarə deyəndə, yəni şah damarada da düşsə, boyunda zadda, onu da fəvvarə vurdu qan. Yoxsa belə kürəkdən vurulan bıçaq çıxmamış, qan oradan fəvvarə vurur. Və Sarkis içəri girir. Görür ki, Levon özündə deyil, tez şöyle çıxır, avtomatı gətirir. Əvvəlcə Xəzangülü vurur, sonra xəncəri Levonun ürəyindən çıxarır. Amma görür ki, Levonda hayır yoxdur. Artıq Levon ölüb, qaç çəkir və deyir, ikinci güllə açılır. Bu gülləni də deyir, artıq Xəzangül daha eşitmədi. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.